Dəfələrlə Baku TV-nin direktoru Ramin Cəfərova və Baku WS saytının rəhbəri Orxan Məmmədova zənglər etdik, mesajlar göndərdik, lakin cavab ala bilmədik. Qeyd edək ki, hər iki media qurumu Qlobal Media Qrup nəzdində fəaliyyət göstərir, yəni bir-biri ilə bağlı şəxslərdir. Baku TV-nin baş redaktoru Turan İbrahimovla əlaqə saxlamağa çalışdıq. O da zənglərimizi cavabsız qoydu. Bu isə daha çox suallar və şübhələr doğurur. Bu təkəbbürlükdür yoxsa qorxaqlıq? Əgər siz dürüstsünüzsə və məsələyə obyektiv yanaşırsınızsa, niyə zənglərimizə cavab verməkdən çəkinirsiniz? Belə davranışınız əksinə daha çox şübhələr doğurur. Sonunda yalnız kanalın sıravi əməkdaşları Səfürə Rəhimova və Azadə Balayeva ilə əlaqə saxlaya bildik. Onlar səlahiyyətlərinin məhdud olduğunu bildirərək bizi xəcalətli şəkildə rəsmi məktub yazmaqla məsələni rəhbərliyə yönləndirəcəklərini bildirdilər. Biz də etiraz etmədik və sentyabrın 23-də rəsmi müraciətimizi ünvanladıq. Ancaq görünür Baku TV-nin operativliyi yalnız qaralama və mərdimazarlıq üzərində qurulub. Çünki rəsmi müraciətimizə bugünədək heç bir cavab verilməyib.